Salam, xoş gördük hamınızı. Axır ki mən şeytanın ayağını qırıb vlog düzəməlli bir vlog çəkməyə qərarına gəldim. Neçə vaxtdır kommentlərdə də görürəm, hamı yazır ki, çox gec-gec çəkirsən, kanalın aktivliyi də artıq düşübdür. Demək olar ki, çox zəif baxışlar olur. Əvvəllər tamam başqa idi. İndi işə başladım deyə biraz mənə çətin oldu. Həm işə gedirəm, həm evdə iş, güc, vaxt olmurdu. Ona görə çəkə bilmirdim. İndi artıq dedim bu gündən başlayım. Vloqlar çəkim. Hər gündə olmasa, heç olmasa gün aşırı 2 gündən bir vloqlar paylaşır. Sentyabra kimi yaxşı çəkə bilirdim. Çünki sentyabra kimi evdə idim. Elə onu bişirirdim, bunu bişirirdim, nəsə çəkirdim. Yayda nəsə bağlayırdıq, çəkirdim, ya nəsə yük tökürdük, belə videolar çox olurdu. İndi ancaq ki işə gedirəm, gəlirəm, hər gün eyni şey olur deyə ona görə çox video da çəkə bilmirəm. Uşaqlar da dərsə yola saldım bu günlərim. Sonra getdim Saranı oyatdım. Onlar bir də görürsüz Sara oyanır, onlar məktəbə gedənə kimi onda biraz çətin olur. Çünki imkan vermir qızları rahlayım, dərsə yola salım. Amma Sara yatanda çox rahat olur. Qızları rahlayıram, dərsə yola salıram, sonra Saranı oyadıram. Onda Sara da xoşbəxt olur, rahat, çünki ona vaxt ayıra bilirəm, onu rahat hazırlaya bilirəm bağçaya. Belə Saranı da hazır elədim, getdik bağçaya, Saranı bağçaya qoyaq. Bağçaya da gələndə artıq Saran, bura doğma bir yerdir. Artıq görürəm ki, həvəslə gəlir, bağçaya gəlmək istəyir. Qabaqlar necə mən onu təzə gedəndə ağlayırdı, müəlliməsi zorla alırdı qucağımdan. Ağlaya-ağlaya qoyub gedirdim. 5 dəqiqədən bir müəlliməsinə zəng vururdum ki, Sara necədir, ağlamır ki. Ağzında soska otururdu Sara bütün günü. Amma indi soskanı da tərk etdik. Bağça çox sağ olsun. Bağça bu işdə mənə çox kömək oldu. Müəllimələr çox sağ olsunlar. Həm soskanı birlikdə tərk etdik. Yatanda ancaq soska götürürdü Sara. Onu da bağçada vermədilər. Mən də artıq evdə də yatanda vermədim. Belə Sara soskanı da tərk etdi. Pampersi də gün ərzində tərk etdik. Bağçada müəllimələr çox sağ olsun. Çox razıyam mən onlardan. Çünki kömək oldular mənə. Bağçada qoymadılar Saraya pampers. Çünki mən evdə qoymurdum artıq. Bir il idi demək olar. 1 yaşında mən ona evdə pampers qoymurdum. Amma yenə də hərdən olurdu ki, özünü batırırdı. Amma belə müəllimələr çox sağ olsun. Onlar da bağçada qoymadılar ki, qoy öyrənsin uşaq. Ondan sonra da artıq Saraya 2-3 aydır artıq pampers biz heç taxmırıq. Ancaq ki yatanda. Qoydum bağçaya. İndi gedim evə işlərimi görməyə. Saranda su qabını götürdüm çünki başqa bir uşaq da çaşıb aparmışdılar 5-ci gün. İndi gətiriblər. Ona görə dedim aparım evə yuyum. İçinə su doldurub sabah uşu gətirərəm də. Onsuz da bağçada sok falan belə içirlər. Susuz qalmayacaqdı. Evə də gəldim və işlərimə başladım. Bu günlərim qaynanam aş dəmləyəcək. Ona görə dedim biraz kömək edeyim. Suyu doldurdum, qoydum ki qaynasın. Uşaqlar gələnə aşı dəmləyib hazır eləmək lazımdır. Ona görə tez su qaynamalı idi. Belə bu işi gördüm. Sonra keçdim artıq evə. 2 günüdür, 6 bazar uşaqlar evdə idilər.
evin vəziyyətini təsəvvür eləmək olar necədir. Ona görə evə istəyirəm bir əl gəzdirim ki, ortalıq təmiz olsun. Gəlmişəm aşla yeməyə. Şuruba, xiyar götürüm, bir də kompot götürüm. Kompot hələ ki bilmirəm hansından götürəcəm. Bundan götürməyəcəm, çünki bunlar heyvadılar. Bunları hələ təzə eləmişik. O biraz da qalsınlar, tamam. Belə heyvanın dadı çıxsın, lap dadı olsun. Amma xiyar götürüm. Bu qabaqda qoyduğum xiyarlarda, əgər yadınızdadırsa, sizə çəkmişdim. Təzə eləyən vaxtı suyu biraz bulanıq kimi idi. O birisilərə baxanda biraz bulanıq idi. Amma indi demək olar ki, heç nə yoxdur. O birisilər kimi olubdu. İndi bilmirəm o nə idi elə. Amma birini açdıq, baxdıq dadına yedik. Gördük ki, yox, heç nə yoxdur. Ona görə elə işlədirik. Bunları qabaqda qoymuşam. Məncə bu 2 dənə qalıbdı. Bunlar bu ikisi elə idi. Qalanına heç nə olmamışdı, şükür. Hamısı çox yaxşıdır. Nəysə bağlayanda, xarab olanda olub. Bir dəfə gilənar kompotu bağlamışdım. Bir 4-5 banka atdı. Onda elə pis olmuşdu. Mobotda əziyyət çək, uşaqla düşürsən, eləyirsən. Amma sonra da elə olur, adam pis olur. Ona görə bu dəfəkilər şükür heç nə olmadı bunlara. Ona görə sevinirəm. İndi bir dənə xiyar götürüm. Bir dənə də kompot götürüm buradan. Görüm hansı kompotdan götürüm. Uşaqlar sevirlər şəftəli. Şəftəli ilə gilənar var burada. Onu sevirlər. Elə onu götürəcəm. Bunu açanda sırazı bitir. İnanırsınız heç axşama qalmır. Sırazı bitirirlər. Amma başqa heyvadır. Heyvanı elə çox sevmirlər. Almadır. Onları sevmirlər. Onları açanda qalır. Elə də çox içmirlər. Bir də burada gül mürəbbəmiz var. Onu istəyirəm götürüm ki, onları aparaq qaynadaq. Çünki içi yaman xarlayıbdı. Görüm hardadır o gül mürəbbələri. Yox, bu deyil. Hə, gülün ikisini tapdım, götürdüm. Gül mürəbbəsi adətən xarlayır da, hamıda olur, belə elə bilirəm, xarlayır. Mən gül mürəbbəsi xarlayanda çox sevirəm. Vəbşi mürəbbə xarlayanda sevirəm onu elə yeməyi. Amma bu dəfəki güllər elə xarlayıblar ki, yəni yemək mümkün deyil. İçindəki belə o xarlayanda adətən şəkər kimi olur da içi. Amma bunda yekə-yekə belə elə bir ki, qəndlərdir. Qırmaq da olmur. Bərkdilər, nabat kimi bir şeydir. Ona görə bunu aparıram indi suda qaynadaq. Suya qoyuruq, soyuq suya. Su yavaş-yavaş başlayır, isinir, qaynayır. Elə bu da onun içində əriyir onun içindəki. Uşaqlar da sevirlər deyə. Dünən birini gətirmişdik. Sevdilər, nətər yedilərsə demək olar ki, artıq bitir. Ona görə dedim ikisini götürək, aparaq, qaynadaq. İçinin o xarlaması ərisin. Bunu yesinlər, səhər belə yeyirlər, sarı da sevir. Elə bugün bağçaya gedəndə sarıya ondan yedirtdim. Çörəklə gül mürəbbəsi. İndi bunları da götürüm gedim evə. Artıq işə getmək vaxtıdır. Dedim elə gəlin bunları götürüm ki, gələndən sonra gecə olur. Yemək vaxtı olur, saat 1-də gələcəm. Bunları aparım, gedim işə. Aşı da dəmə qoydu qaynanam. Belə ən sevdiyim aşın üstündə belə yumurta olandadır. Düzün deyim, mən belə görməmişdim. Qaynanamda gördüm və çox sevdim bu aşın üstündə yumurta olanda. Amma hər aşa vurmur qaynanam, ancaq şüyüddü aşa eləyir. Deyir ki, onlar Qarabağ bölgəsində belə eləyirlər. Şüyüddü aş, Qarabağ bölgəsinin aşıdır. Belə üstündə də yumurta. Yağı da qoymuşuq ki, dağ olsun. Sonradan üstünə tökürük aşın. Amma çox adam elə eləmir. Sadəcə yağı qoyurlar üstünə, kərə yağını. Yağ əriyir, aşağı gedir. Amma belə qaynanam dağ eləyib, sonra tökür üstünə. İndi sizə də çəkmişəm, görərsiniz necə. Onun səsi də çıxır, onu da çox sevirəm həmişə onu eləyəndə. Sizin üçün də çəkdim. Bu ən sevdiyim aşlardan biridir. Şüyüddü aş, ən sevdiyimdir. Bir də səbzili aş. Səbzi də hər səbzi yox. Hər adam düzünü deyim, onu bişirə bilmir. Səbzisi mən xoşlayıram ki, belə çox turş olsun da, şirin, elə bir şirinisi olmasın, turş olsun. Onda hər adam eləyə bilmir elə. Ona görə hər səbzili aş da yox. Amma səbzili aşı da ən sevdiklərimdəndir. Bir də şüyüddü aş. O birisi aşları da sevirəm, sadəcə bunları onlardan daha çox sevirəm.
Soğuşu, evdən çıxdım, gedim işə. 1 saatlıq onsuz da dərsim var. Səhər elədi, sonra günorta yenə gedəcəm. Günorta ucu 2 saat yarımlıqdır dərsim. Ondan sonra gedirik saran götürürük. Mən də ucu Sapaşkiyə keçmişəm. Çünki ucu bugündən deyirlər hava ucu soğuyur совсем. Belə. Dedim sizlə biraz söhbət edeyim maşın isinənə kimi. Onsuz da hava soyuqdur. Hər dəfə maşını isitmək lazımdır. Gözləmək lazımdır. Bu aralar çox vlog çəkə bilmirdim. Çünki arada YouTube icazə vermədi. Nəsə mahnıyla paylaşmışdım. YouTube məni bir həftəlik cəzalandırdı, belə deyək. Qoymurdu mən video paylaşım, nəsə paylaşım icazə vermirdi. Ondan sonra üstünüzə sağlıq. Uşaqlar narahat oldu, xəstələndilər. Sonra özüm xəstələndim. Uşaqlardan sonra özüm də çox ağır keçirtdim. Mən hələ belə xəstələnməmişdim, üstünüzə sağlıq. Hələ məndə belə bir şey olmamışdı. Hələ də özümə gəlməmişəm. Necə xəstəlik idisə, nə yemək yeyə bilirdim, nəsə eləyə bilmirdim də. Bütün gün uzanıb yatmaq istəyirdim. İndi də danışanda belə təngi nəfəs oluram, danışa bilmirəm çox, hərəkət eləyə bilmirəm çox. Elə bir gücsüzləşmişəm. Çünki yemək yeyə bilmirdim ona görə. Amma indi şükür yavaş-yavaş düzəlirəm. Ona görə dedim, artıq başlayım videolar çəkim. Kanal yenə əvvəlki kimi yüksək baxışlar olsun. Qabaqlar məndə baxışlar olurdu, 1000-ə çatırdı baxışlarım. Amma indi baxıram ki, uzağı 500 baxış olur. Ondan artıq olmur, 200, 300 belə. Ona görə istəyirəm əvvəlki kimi olsun kanal. Ona görə artıq çalışacağam, daha çox çəkim. Daha çox videolar çəkim ki, tez-tez paylaşım ki, kanalda artıq əvvəlki vəziyyətinə qayıtsın. Belə. İndi də gedim kursa, sonra oradan da gedək, uşaqları götürək, qayıdaq gələk evə, abedə. Ondan sonra mən yenə getməliyəm kursa, yenə dərsim var, belə. Gəldim, çatdım kursa, düzü tam kursun yanında dayandıra bilmirəm maşını, çünki orada maşınlar çox olur, alınmır. Həm də sizə heç vaxt belə bu yolu çəkməmişəm, dedim buranı sizin üçün də çəkim. Belə. Burada da həmişə itlər olur çöldə. Bu yolda həmişə itlər olur, belə yekə-yekə. Zibilin yanıdır, bilmirəm nədir, ona görə deyil, qabaqda da var. Qabaqlar qorxurdum, düzüm deyim. Amma sonra gördüm ki, heç nə eləmirlər. Uşaqları məktəbə aparıb gətirəndə çox çıxırdılar qabağımıza, uşaqlar da qorxurdu. Özüm də qorxurdum. Amma indi görürəm ki, yox, heç nə eləmirlər. Eləcə durublar, amma çox yekədirlər. Dəhşət, mən hələ İçgəncədə belə yekə itlər görməmişdim burada. Çoxdur. Və sonunda, günün sonuna gəldik, çatdıq. Kursda dərslərim bitdi. Sonra getdim, qızları evdən götürdüm ki, Saranı gedək götürək. Hələ də Saranı tək apara bilmirəm. Çünki bir yerdə durmur, maşını qabağa gəlmək istəyir. Ona görə qızlar özümlə aparıram ki, Saranı saxlasınlar. Kreslosu da var, maşının kreslosu, amma onda da oturmur. Ona görə məcbur hələ ki qızlarla
gedib götürürük. Aparanda atasından aparırıq. Mən dalda saxlayıram Saranı. Aparıb qoyuruq, amma qaydanda da götürəndə Saranı məcbur qızlarla gedirəm götürürük. Həmişə də belə dalaşa-dalaşa, qışqırışa-qışqırışa qaydırıq həmişə. Həm də bu dəfə mən maşından düşmədim. Qızlar getdilər, gətirdilər Saranı. Çünki hələ də üşütməm var, üşüyürəm. Ona görə düşə bilmədim maşından. Qızlar artıq bilirlər hardadır, necə götürmək lazımdır. Ona görə dedim elə gedin siz gətirin, mən düşməyim. Üşüyürəm ona görə beləcə. Və burada da vloqu sonlandırıram. İnşallah gələn vloqlarda görüşənədək sağ olun.